Salam əziz şagirdlər, əziz balalar. Başlayaq izaha. Əvvəldən deyim ki, onlayn dərslərə qoşulmaq istəyənlər kanaldan nömrəmi götürüb əlaqə saxlaya bilərlər. Onlayn 9-10-11-ci sinif hazırlıqlarına. Belə. Deyir, baxın bura. Surətdəki ifadə həmişə müsbətdir. Çünki modul işarəsi altındadır. Və ya müsbətdir, ya da sıfıra bərabərdir. Məxrəzdəki ifadə demək, burada mənfi olmalıdır ki. Çünki biz müsbəti mənfiyə böləndə cavab burada sıfırdan kiçik eləsin. Yazıram məxrəzdəki ifadəni kiçik sıfırdan. Bərabər ola bilməz məxrəzlər. İndi surətdəki ifadə sıfıra da bərabər ola bilər axı. Əgər x çıxır sıfıra bərabər olsa, sıfırı istənilən ədədə bölsək cavab sıfıra bərabər olacaq. Burada da bax, bərabər yoxdur. Ona görə gərək surətdəki ifadə ilə sıfırdan fərqli olsun. Mənfi də ola bilər, x çıxır, müsbət də ola bilər. Çünki onsuz da modul işarəsi daxilindədir. Modulları həmişə müsbət edəcək. Buradan alınır ki, x fərqlidir 3-dən. İndi aşağıdakını həll edək. Modulda x çıxır 2, kiçik olur 7-dən. 7-ni keçirdik digər tərəfə. Buradan nə alınır? Yazmışam bayaq. Deməli, alınır modulda x çıxsın 2, kiçik olur mənfi 7, müsbət 7 aralığında. Burada artıq modula ehtiyac yoxdur. Modulun xəssəsinə görə bunu belə həll edirik. Hər tərəfin üzərinə 2 gəlsək, üstəgəl 2, 9. Üstəgəl 2 yazsaq, 2-lər 7. Üstəgəl 2, mənfi 5. Burada da x qaldı. Deməli, x mənfi 5 ilə 9-un arasındadır. Burada mənfi 5 ilə 9 arasındakı tam ədədlərin cəmini istəyir. Arada nə var? 0, müsbət mənfi 1, müsbət mənfi 2, müsbət mənfi 3. Amma burada müsbət 3 olmaz. Çünki x fərqlidir müsbət 3 yazılıb. Ona görə biz buradan bunu silirik. Sonra müsbət mənfi 4 var. Mənfi 5 alınmır. Çünki burada bərabər yoxdur. 5, 6, 7, 8. Müsbət 1 ilə mənfi 1 toplanır 0. Müsbət 2 ilə mənfi 2 toplanır 0. Müsbət 4 ilə mənfi 4 toplanır 0. 5, 6, 7, 8 edir 26. Burada da mənfi 3 var. Mənfi 3 ilə də 26-nı toplayırıq. Cavab edir müsbət 23 C variantı. Demək, f mənfi 2-ni tapaq. Fx funksiyası azalan və xətti funksiyadır. Deməli, k burada mənfidir. Fx bərabər kx üstəgəl b. Fx. Bu nəyə bərabərdir? Elə bil ki, kx üstəgəl b-nin yerinə bax, bu cür deyək də fx bərabər üzrü sayın kx üstəgəl b-dir, düzdürmü? f5 nəyə bərabər olur? Bu 5-i yazıram x-in yerinə. K vur 5 üstəgəl b olur. Fx nəyə bərabər olur? Fx-in düsturunu yazıram, bax. F kx üstəgəl b bax, bunu yazıram, baba, x-in yerinə. Olur k vurulsun kx üstəgəl b üstəgəl bu biri b. Aşağını silək. Bizə yer lazımdır. Mötərizəni vuraq açaq. K-nı vururam kx olur. K kvadrat x. K-nı vururam b-yə. kb üstəgəl bu b. Fx-də həm də 25x çıx 16-ya bərabərdir, düzdürmü? Bərabər, düstur kimi 25x çıx 16. 25x demək burada k kvadrat x-dir. Yəni k kvadrat bərabər 25-ə. Buradan k bərabər müsbət mənfi 5 olur. Şərtdə k kiçik 0 olduğundan k-nı götürürük mənfi 5. Kx üstəgəl b-də, kb üstəgəl b-də mənfi 16-ya bərabərdir.
Mənfi 5'i yazıram bu K'nın yerine. Olur mənfi 5. B üstə gəl B bərabər mənfi 16. Burada mənfi 4 B bərabər mənfi 16. B bərabər 4. Bunu tapdıq. Şimdi F mənfi 2. K mənfi 5'dir. Vur. X həm bu mənfi 2'dir. Üstə gəl. B də 4'dür. Vəssalam. 10 üstə gəl 4. 14. Bir təpədən çıxan diagonalların sayı üstür n çıx 3'dür. Deyir, bir təpədən çıxan diagonalların sayı 4 olan qabarıq çox bucaqlı daxili bucaqların cəmini tapın. Buradan n bərabər 7. Daxili bucaqların cəmi də 180 dərəcə vur. N çıx 2. N'in yerinə 7 yazanda 180 vur 7 çıx 2 eləyir. 5. 900 dərəcə. 2 rəqəmli ədədin rəqəmlərinin cəmi 5'dir. 2 rəqəmli ədəd AB ədədidir. A üstə gəl B 5'dir. Bu ədədin onluqların sayı təkillərin sayının 25%-nə bərabərdir. Rəqəmlər cəmi 5 olan ədəd neçə var ki? 14, 41 var, 23, 32 var, 0, 5 olası deyil, 50 var. Onluqların sayı təkliyin 25%, yəni 4'də 1'i. Budur. 1, 4'ün 25%, 4'də 1'dir. Bu ədəd tapın, cavab 14. İndi bunu şifahi tapdıq. İndi həllə istəyə bilər də bizdən, düzdürmü? İndi rəqəmlərin cəmi 5'dir. A üstə gəl B 5'dir. Və onluq təkliyin 25%'dir. A bərabər %25 B'yə. 100 ilə 25 gedir 4, 1. Buradan alınır 4A bərabər B. İndi biz bu 4A'nı yazıram B'nin yerinə. A üstə gəl 4A bərabər 5'ə. Buradan alınır 5A bərabər 5. A bərabər 1. A 1'dirsə B də bərabər 4A'dır. 4 vur 1, 4. Demək buradan alınır AB bərabər 14'ə. AB ədədi bərabər olur 1, 4. 14. Beşinci. 4x çıx m kəsirinin ixtisar olunması üçün m'in ala biləcəyi qiymətləri cəmin tapın. Deməli, surətdən 4'ə ortaq vurğu götürürəm. Qalır x çıxılsın m bölünsün 4. Məxrəcdə vurğulara ayırsaq x çıx 1, x də gəl 1, x çıx 2 olacaq. Burada. Bu kəsir ixtisar oluna bilməsi üçün, yəni bundan, bu kəsir məsələn deyə bundan ixtisar olmalıdır, düzdürmü? Burada demək mənfi m bölü 4 gərək müsbət 1'ə bərabər ola. Buradan m bərabər mənfi 4. Və yaxud mənfi m bölü 4. Məsələn bu kəsirdən bu kəsirdə ixtisar gedə bilər də. Ya bundan gedə bilər ixtisar, ya da bu birisi ilə. Bundan ixtisar getməsi. Yəni mənfi m bölü 4 o zaman mənfi 2'yə bərabər ola bilər. Buradan da hər tərəf mənfi 4'ə vuranda m bərabərdir neçə? 8. M'in qiymətləri cəmini istəyir. Mənfi 4 üstə gəl 8 bərabərdir müsbət 4 Y variantı. 6-cı. Silindirin hündürlüyünü dəyişmədən oturacağın radiusu 6 dəfə artırılarsa, həcmi neçə dəfə artar? Silindirin həcmi düsturu pi r kvadratı vur h-dir. Hündürlüyü dəyişmədən radius 6 dəfə artsa, elə bir ki pi vur 6r olacaq da.
O da olacaq 36 pi r kvadrat h. Demək D variantı 36 dəfə artar. A üstəgəl B üzərində 2n. Bu binominin açılışındakı binomial əmsalların cəmi 28-ə bərabərdir. Binomial əmsalların cəmi 2 üstü n olur. Yəni bu ifadənin binomial əmsallarının cəmi olur. Üzərində çəkib 2n yazmışam. Burada 2-dir. Burada n-dir. Yəni 2 üstü n bərabər 128-ə. 128 2 üstü 7-dir də. N bərabər 7. A variantı. 8-ci. A vektoru 2, 1, -1 vektoru ilə əks vektor hansıdır? Əks vektor olacaq mənfi A vektoru. -2, -1, müsbət 1. Dur. Belə, bunu yazdıq. İndi belə bir şey götürək. 2 dənə vektor nə vaxt əks olur? Burada ona aid ədəd yoxdur. Başqa cür gedəcək. Baxın bura. Yəni davam edəcək daha doğrusu. Bu deyək A vektorudur məsəl üçün. Bunun uzunluğu bu vektor buna əks ola bilməsi üçün, əks və ya eyni istiqamət olması ilk növbədə paralel olacaqlar bir-birinə. Olur mənfi A vektoru. Hələ ki ölçüləri deyək ki eyni boyda götürdüm ha. İndi əsas odur ki paralellik qorunsun və istiqamət əks olsun. Geri də ola bilər də. Yəni baxın bu vektordan uzundur. 2 dəfə, 3 dəfə, 4 dəfə və ya böyük ola bilər. Yəni K vurulsun A vektoru. Baxın bura x müsbət, üzrsə x mənfi, y mənfi, z müsbət. D variantında uyğun gəlir. -4, -2, müsbət 2. Elə bil ki bunun hər üçünü 2-yə vurub. Bu -2, -2 A vektorudur. Əssalam. 9-cu. Demək, A çoxluğu ilə C çoxluğunun fərqi. Bax, A-nın C-nin heç bir ortaq nöqtəsi yoxdur. Düzdür, diqqət edin bura. Onun rəngini dəyişim. Bu A çoxluğudur. Bu da C çoxluğudur. İstəsən A-dan C çoxluğu 1000 dəfə çıx. Elə A-nın içərisindəki elementlər qalacaq. 2 dənə burada, 2 dənə burada. 4 dənə. B ilə C-nin kəsişməsi. B ilə C-nin kəsişməsi, baxın, bu hissədir. Neçə dənə element var? 3 dənə. 25, 9, 14. Bərabər 7. D variantı. 10-da. Loqaritmin, bu funksiyanın təyin olunmasını tapaq. Loqaritmin xəssəsini tətbiq edək. Xəssəyə görə bu x sıfırdan böyük olmalıdır. Və x fərqlidir 1 olmalıdır. Bir də bu 5 çıx x sıfırdan böyük olmalıdır. Bu niyə? Deməli, loqaritm A əsasdan B-də. A böyük 0, A fərqlidir 1 və B böyük 0-dır. Xəssəni tətbiq edək. Buradan -x böyük -5, x kiçikdir 5-dən. İntervalı quraq. 0-dan böyük, 5-dən kiçik və 1-dən fərqli. Deməli olur 0-dan 1-ə, birləşir 1-dən 5-ə. Yox, üzrüsən. 0-dan 1-ə, 1-dən 5-ə. 11-ci. 11-ci deyirəm, çaşı 11 baxıram. Deyirəm, bu nədir belə? Düz gəlmir axı, 10-cu C variantı. Buradan 11 görürəm.
Keçək o birisinə. Deməli 11-də bizə nə deyir? Y bərabər 3x kvadrat çıx 18x üstəgəl 7 funksiyasının qrafikinə abs x0 nöqtədə çəkilən toxuna düz xətt abs oxuna paraleldir. Deməli bu funksiyaya çəkilən düz xətt abs oxuna paraleldirsə bu formada gedəcək. Abs oxuna yəni ox oxuna paraleldir. Paraleldirsə burada yəni düz xəttlə abs ox arasındakı bucaq 0 dərəcə gedir. Haycan. Yəni burada k bərabər tangents alfa, o da tangents alfa 0 dərəcədə 0'dır. K da y-in törəməsidir. Yəni 3x kvadrat çıx 18x üstəgəl 7'nin törəməsini alırıq. 3x kvadratın törəməsini alırıq. 2 gəlir əvvələ, 3 vur 2 6. 6x çıx 18x'in törəməsi 18 vur 1 edir. Yəni x'in törəməsi 1'dir. 7'nin törəməsi 0 edir. Bu törəmə 0'a bərabərdir. Deməli bu ifadə də 0'a bərabərdir. İndi törəmə ondan sonra bura x0 yazırıq da. x0. Buradan 6x0 bərabərdir 18, x0 bərabər 3. D variantı. 8 bucaqlı prizmanın təpə nöqtələrinin ixtiyarı ikisi təsadüfən seçilir. Seçilən bu iki təpə nöqtənin prizmanın hər hansı diaqonalının uc nöqtələrə olması hadisəsinin ehtimalını tapın. Deməli, hər hansı iki təpə nöqtəsi seçilirsə, deməli, belə yazaq da burada A, B, C, D, E, F, K, M. Yuxarının da yenə D, D, E, F, K, M. Bunların da yanında 1 yazaq. 16 dənə təpə nöqtəsi var. 8 aşağıda, 8 yuxarıda. Deməli, ümumi hal bizdə olur C 16 dənədən ikisi. Bunu bildik. İndi iki təpə nöqtəsinin hər hansı diaqonalın deyil, uc nöqtələri olsun. Baxın bura, burada AB diaqonal deyil. Bunun hündürlüyü də düzdürmü? Tilidir. Aşağıdan deyək, məsələn, bir dənə nöqtə götürdüm, düzdürmü? Aşağıda 8 nöqtə var da, deyək 8-dən birini götürək, bunu əvvəldən yazaq. İndi yuxarıda, bu 8, bu aşağıdakı bu A nöqtəsi, yuxarıda neçə nöqtə ilə birləşəndə diaqonal olur. Neçə təpə nöqtəsi? A ilə A1 birləşsə, tin olur. Məsələn, A ilə M1 birləşsə, yan üzünün diaqonal olur. A ilə B1 birləşsə, yəni bunu bir dənə başqa rəng eləyək. Anan B1 biraz şəkil yaxşı alınmır. Yenə yan üzünün diaqonal olacaq. Yəni bu 3 dənə nöqtə sıradan çıxdı. Amma A ilə C1, A ilə D1, Y1, F1, K1. Bunlar birləşsə, baxın 5 dənə diaqonal olur. Düzdürmü? 5 nöqtə ilə birləşəndə olur diaqonal. Deməli aşağıdan 8 dənədən birini götürəndə, deməli yuxarıdan 5 dənədən birini götürəcəyik. Vəssalam. Yuxarıda oldu nə? 8 vur 5. Kombinizon xəstəsinə görə 16 vur 2 də olacaq. 16 vur 15 böl 2. Demək 16 ilə 2 getdi. Burada 8 qaldı. 8 ilə 8 getdi. 5 ilə də 15 getdi. Qaldı nə? 3, 1. Deməli cavab oldu nə? 3'də 1. Y variantı. Bu limiti məsələn bir neçə üsulla həll etmək olar. Bir üsul da budur ki, yəni baxıram ki, x-a 0 yazanda məxrəc 0 alınır da, düzdürmü? O zaman surət və məxrəcdən ayrı-ayrılıqda törəm alacağıq. U bölü V törəməsi deyil, ayrı-ayrı törəmədir. X-in törəməsi 1, məxrəcdə x üstəgəl 16'nın törəməsi 1 bölünsün 2 kök altda x üstəgəl 16'dır. Çıx, bu 4'ün də törəməsi 0'dır. Surətə çıxır. X yaxınlaşır 0'a. Olur 2 kök altda x üstəgəl 16. İndi x'in yerine 0 yazırıq. 2 vurursun kök altda 0 üstəgəl 16. 2 vur 4.
Aynı zamanda onu. O da bərabər 8. 13-cü Y variantı. Bunu başqa necə yaza bilərik? 13-cünün ikincisundan. Limit. Gəl belə əvvəl limiti saxlayaq. Hər dəfə limit yazmayaq. Bunun sürət məxrəcin qoşmasına vuraq. Yəni təsəvvürləyin belə bir kəsir verilə bilər ki, sizə bunu məxrəcin irrasionaldan azad edin. Onu ən azından burada öyrənin. Demək, sürət məxrəcini vururam. Kökətdə x üstəgəl 16 üstəgəl 4-ə. İndi sürətdə nə olur? Sürətdə olur x vurulsun. Kökətdə x üstəgəl 16 üstəgəl 4. Məxrəcdə də olur bu. Elə ki açıq b-ni a üstəgəl b-yə vururuq da. Kökətdə x üstəgəl 16-nın kvadratı çıx 4-ün kvadratı. A kvadrat çıx b kvadrat düzdür kimi. Sürətdə yenə olduğu kimi qaldı. X üstəgəl 16 üstəgəl 4. Məxrəcdə də x üstəgəl 16 çıx 16. Kvadrat kök apardı axı. 4-ün də kvadratı bu 16-dır. 16'lar getdi. Demək bizim ifadəmiz belə oldu. Bir də yazaq. X vurulsun kökətdə x üstəgəl 16. Düzdür, uzun yolda, amma arı yerdə məxrəc kökdən azad etməyi öyrənin. X-lər getdi. Demək bizim limitimiz nəyə bərabər oldu burada? Həmin limiti yazıram. Limit x yaxınlaşır 0-a. Bax bu ifadə. Kökətdə x üstəgəl 16 üstəgəl 4. Hə, indi x-in yerinə bu 0 yazıram, bu x-in yerinə. Olur nə? 0 üstəgəl 16 üstəgəl 4. 16-dan kök 4 çıxır. 4-ün də üzərinə bu 4 gəlirik. Edir neçə? 8. Bəli, yenə cavab Y variantı. Demək, biri 4-cü dərəcədən kök 6 ifadə, biri modul işarəsindəki 2x üstəgəl 6, digəri z çıx 5-in kvadrat kiçik bərabər 0 verib, düzdür mü? O ifadələrin cəmi heç vaxt 0-dan kiçik ola bilməz. Çünki hər üç ifadə özlü-özlüyündə müsbətdir. Yalnız 0-a bərabər ola bilərlər. Deməli, 4x çıx 16 bərabər 0, 4x bərabər 16, x bərabər 4. 2y üstəgəl 6 bərabər 0, 2y bərabər mənfi 6, y bərabər mənfi 3. Z çıx 5-də bərabər 0-a, z bərabər 5. X üstəgəl y üstəgəl z. 4 üstəgəl mənfi 3 üstəgəl 5. Cavab eləyir 6. B variantı. Demək 15-ci çalışmaya baxaq. Bizə deyir bu ifadəni tap. Burada nə edək? Əvvəlcə hər tərəfin üzərinə gələk. Sinus bettanı. Sinus bettanı gəlsə hər tərəfin üzərinə. Diqqət edin, belə bir düsturumuz var. Sinus alfa üstəgəl sinus betta bərabər 2 sinus alfa üstəgəl betta bölü 2 kosinus alfa çıx betta bölü 2. Demək bu ifadə bərabər, bu ifadə. Geri verək buna. 2 vurulsun sinus. 2 alfa çıx betta ilə bettanı toplayanda 2 alfa eləyir. Bölü 2 vur. Biraz açıqlayaq bunu bir dəqiqə. 2 alfa çıx betta üstəgəl betta bölü 2. Vur kosinus alfa çıx betta bölü 2. Yəni 2 alfa çıx 2 betta 2 alfa çıx betta yəni çıx 2 betta olacaq bölü 2. Bərabər demək bettalar getdi. Oldu 2 sinus alfa. 2 alfanı da böldüm 2'ye də. Vurulsun kosinus 2 alfa çıx 2 betta bölü 2 eləyir. Kosinus alfa çıxılsın betta. Bu ifadə bərabər nəyə? 5 sinus bettadan da deməli 2 sinus alfa vurulsun kosinus alfa çıx betta bərabər 5 sinus betta ilə sinus bettanı topluram olur 6 sinus betta. İxtisar 7 burada qaldı 3 sinus betta.
Yəni sinus alfa vur kosinus alfa çıxılsın beta bərabərdir 3 sinus betaya. İndi keçək növbəti mərhələyə. Gəlin biləydi, işimizi biraz rahatlaşdırmaq üçün nə edəyək? Bunu saxlayıram. Digərlərini silək. İndi sinus alfa çıx, sinus betanı düsturun yazaq. Burada çıx olur, burada üstəgəl olur. Bu dəfə hər tərəfdən sinus betanı çıxaq. Çıx sinus beta, çıx sinus beta. Sinus alfa çıx sinus beta düsturun əsasən. Deməli bu olur nə? Bu ifadə nəyə bərabər olur? 2 vurulsun sinus alfa çıx beta bölü 2, yəni sinus 2 alfa çıx beta. Oradan da beta'dan çıxanda 2 beta inir. 2 alfa çıx 2 beta bölü 2 vur. Kosinus alfa üstəgəl beta bölü 2. Kosinus yəni 2 alfa çıx beta'nın üzərinə gələn beta'nı bölürəm 2'ye. Demək buranı da sileyim. Bizim yer lazım. Bərabər nəyə? Demək 2 vurulsun. 2 alfa çıx 2 beta bölü 2 olacaq alfa çıx beta. Kosinus 2 alfa bölü 2 də olacaq. Kosinus alfa 2 alfanı 2'ye böldüm. Demək bu ifadə bərabərdir nəyə? Deməli 2 sinus alfa çıx beta vur. Kosinus alfa bərabər 5 sinus beta çıx sinus beta. Yəni 4 sinus beta. Hər tərəfi 2'ye bölsək, buradan alınır ki, aşağında sileyim. Demək, hər tərəf böldüm 2'ye, nə alındı? Sinus alfa çıx beta vur kosinus, üzrü sayın. Sinus alfa çıx beta vur kosinus alfa. Belə yazaq. Bərabər 2 sinus beta. Bizə deyir tangens alfa çıx beta vurulsun. Kotangens alfanı tap. Bax bu ifadəni istəyir bizdən. O zaman aşağını yuxarıya bölək. Bax sinus alfa çıx betanı bölürəm kosinus alfa çıx betaya. Olur nə? Tangens alfa çıx beta. Kosinus alfanı da bölürəm sinus alfaya. O da olur vuruz kotangens alfa. Bərabər 3. O zaman 2 sinus betanı da 3 sinus betaya böləndə edir nə? 3'də 2. Yəni aşağıdakini yuxarıdakini böldüm. Dəzə şagirdlər. Bax o cür böldüm. Demək 15-ci çalışmada cavab 3'də 2. Tərəfləri 4, 8 olan bərabər yanı ABC üçbucağının BC oturacağından keçən alfa müstəvisi bu müstəvidə 30 dərəcəli bucaq əmələ gətirir. A təpəsindən alfa müstəvisinə qədər olan məsafəni tapaq. Demək, müstəvini belə götürək. A təpəsindən alfa müstəvisinə qədər məsafə. Buranı istəyir. X bərabər son. Tərəfi 4, 8 bərabər yanlıdırsa ya 8, 8, 4 olmalıdır. Ya 4, 4, 8 olmalı. 4, 4, 8 ola bilməz. Çünki ikisinin cəmi mütləq üçüncüdən böyük olmalıdır. Burada da alınmır. Bunu silək. Oturacağı BC. Bu oldu 8. Deməli AB bərabərdir AC. Bərabər 8. BC bərabər 4. Bizdən bax, bizə deyir bu bucaq 30 dərəcədir.
30 dərəcənin qarşısında hipotenuzun yarısı. Bax bura bir D yazaq, bura M yazaq. Deməli x AD'nin yarısı gedir. İndi AD'nizdir bax. Beləcə 4. Bura oldu 2 2. Elə bərabər yanı bir dənə 3 bucaq çəkək. Bura A hərfidir. Bura B, bura C. Onun hündürlüyünü tapaq. Yəni x bərabər h-ın yarısıdır. Bura 8, bura 2, 2, 8. H kvadratı bərabər nədir? Fəquldan. 8'in kvadratı çıx, 2'nin kvadratı. 64 çıx 4, 60. H bərabər kökdə 60. Yəni 4 kök altda 4 vur kök altda 15. 4'dən kök 2 çıxır, 2 kökdə 15. Bunu bildik. X də bərabər h-ın yarısı. 2 kökdə 15'in yarısı. O da bərabərdir kök altda 15'ə. Cavab Y variantı. Deməli x bərabər 9 3'ün kvadratıdır. 2 üzərində 2n vur 5'dir 2m. Buradan alınır 3'ün üzərində 4n vur 5'dir 2m. Bunun sadə vurgularının sayı 10 olarsa, sadə vurguların sayı aydın məsələdir ki, bu 3'ün sadə vurguların sayı 4n sayda olur. 5'in də sadə vurguların sayı 2m sayda olur. Bunların cəmi bərabər 10 deyir. Hər tərəfi 2'yə bölsək olur. 2n üstə gəl m bərabər 5'ə. Burada n neçə ola bilər? Məsələn, n 1 ola bilər. 2 vur 1. 2 üzərinə 3 gələndə 5 edir. N 2 ola bilər. 2 vur 2, 4. Üzərinə 1 gələndə 5 edə bilər. Deməli, n oldu 1, 2 ola bilər. N. M də 3 və 1 ola bilər. M-in ala biləcəyi qiymətlərin cəmi 4. B variantı. BD parçasının uzunluğunu tapaq. Buna bir dənə A yazaq. A bərabər sağ. Bu üç bucaqlar oxşardısa tərəflər nisbətindən istifadə edə bilərik. Baxın bura. D-yə bərabər 3y verib. Məsələn, bura 1x, bura 3x-dir, düzdürmü? Baxıram ki, x-i 3'ə vuranda 3x edir. Bunu da 3'ə vuranda bu edir. Demək, bu üç bucaqlar oxşardır. Yəni, x bölünsün 3x edir 3'də 1. 2 kökdə 5 bölün 6 kökdə 5. Kökdə 5'də gedir 6 ilə 2 gedir 3'də 1. Deməli, hər ikisi 3'də 1 oldu. Oxşarlıq qorundu mu? Aysa. İki tərəf nisbəti bərabər və belə deyək də, həmin bu tərəflərin buradakı qarşılıqlı bucaqlar da bərabər. Yəni 1 ilə 2 yazaq da. Bucaq 1 də bərabər, bucaq 2-yə. Buradan alınır ki, 3 bucaq A, Y, C oxşar olur. 3 bucaq B, Y, D, Y. D, Y, B, Y yox ha, B, Y, D, Y. Çünki bu tərəflər qorunmalıdır. Ax, biz A, Y-ni B, Y-yə böldük. Buradan da alınır ki, indi o zaman tərəflər nisbəti 1 bölüsü olanda o zaman AC bölünsün BD də 1 bölünsün 3 olacaq. Buradan alınır ki, AC'nin yerinə yazıram 4, BD'nin yerinə yazıram A, o da bərabər 1 bölünsün 3. Buradan alınır nə? A bərabər 4 vururuz. 12. Əssalam, C variantı. Ardıcılığın n-ci həddini tapaq. Baxırıq ki, bu həndəs silsilədir. 2'yə vurula gedir. Deməli, B1 bərabər 2'dir. B2 bərabər 4'dür. Künü tapmaq üçün B2'ni bölürəm B1'ə, yəni 4'ü bölürəm 2'yə. Q bərabər 2. Belədir. BN-in düsturu bərabər B1 vur Q üstü N çıx 1. Yəni 2 vurulsun 2'nin üstündə N çıx 1. Bu da 2'nin üstü 1'də axı. Üstlər toplananda
Birler gedir. B'nin bərabər olur 2 üstü n. Və bunu ifadə tapmaq olardı. İki üstü 1 vur. 4 2'nin kvadratıdır. Burada eləməklə. Sonra 2'nin kubu. 2'nin üstü 4. Birinci 2 üstü 1'de. İkinci 2 üstü 2. Üçüncü 2 üstü 3. N'inci de olacaq 2 üstü n. Vəssalam. N'inci hət A variantı. Tənliyin kökləri cəmini tapaq. Deməli 2 üstü mənfi x 1 bölü 2 üstü x yazdım. İndi 2 üstü x'i t ilə əvəz edək. Olur. T üstə gəl 1 bölü t bərabər 8. Hər tərəfə t'yə vururam. Olur. T kvadratı üstə gəl 1 bərabər 8. T bərabər 0. T kvadratı çıx 8. T üstə gəl 1 bərabər 0. Tənliyin kökləri cəmini istəyir. Düzdürmü? Yəni x1 üstə gəl x2'ni istəyir. Haydi aləm dəydi bir-birinə burada. Baxın T1 vurulsun T2 bərabər 1'dir. İndi burada aydın məsələn ki diskriminant sıfırdan böyük olduğuna görə tənliyin 2 kökü var. Kökləri cəmində. T1 vur T2. T1 T'nin axı 2 üstü x-nə əvəz eləmişdik. X'in ayağında 1 olanda T'nin ayağında 1 olur. Deməli 2 üstü x1 vur. 2 üstü x2. Bunun ayağında 2 olanda T'nin ayağında 2 olur. Bərabər 1'ə. Buradan alınır ki 2'nin üstündə x1 üstə gəl x2 bərabər 1'in də yerinə yazıram 2'nin üstü 0. Demək kökləri cəmi 0'a bərabərdir. x1 üstə gəl x2 bərabər 0. D variantı. Demək bucaq ABD 40 dərəcə. ABD. Bura 40 dərəcə. Bucaq DAB. Bura 120 dərəcə. 120 dərəcə. ACB bucağını tapın. Buraya yazaq alfa veya x. Bu bucağı tapaq. Demək, qarşı bucaqların cəmi 180 dərəcə olur. Burada bucaq A üstə gəl bucaq C 180. Çünki 4 bucağını nə qədər xaricdən çevirirsək bizə qarşı bucaqların cəmi 180. Bucaq A 120 dərəcədir. Bu 120'dir. Buradan bucaq C bərabərdir. 180'dən çıxdım 120 ilə də 60 dərəcə. Burada bir dənə şey təmizləyək. Rahatmış. İndi bu bucaq 40 dərəcədirsə, bu bucağın söykəndiyi bax bu hissə belə deyək də AD qövsü. 40 vurulsun 2. 80 dərəcə olacaq bu qövs. Baxın bax bu qövs. Eyni zamanda burada 40 dərəcə olacaq. 80. Baxın, həm bu bucaq, həm bu bucaq. Hər ikisi eyni qövsə söykənir. 40'ın yarısı 80, 40-80'ın yarısı 40-80'ın yarısı. Eyni qövsə söykənən daxilə çəkim bucaqlar bir-birinə bərabərdir. Deməli 40 və x-in cəmi burada 60'dır. Aydın məsələ ki x nəyə bərabərdir? 60'dan çıxıram 40'ı. Edir 20 dərəcə. B variantı. Birbaşa bu ifadanın integralını alaq. İntegral olur nə? İntegralın xassəsinə görə 2x üstə gəl 1'in üzərində üstə gəl 1 böl 2 üstə gəl 1 və bölünsün k, yəni bu 2. 0'dan 3'ə. Elə bir ki, belə deyək də ax üstə gəl b'nin integralı nə olurdu? Üzərində n. Ax üstə gəl b.
üzerinde n üstə gəl 1 böl n üstə gəl 1 vurulsun x'in yanındakı ədəd a. Həmin düstura əsasən yazdıq. İndi aşağıdakını silim. Bizə yer lazımdır həll etməyə. Üstə gələcəyini düz aşağıda yazmadım. Fikirdən çıxdı. Demək 2x üstə gəl 1'in kubudur. Məxrəcdə də 2 vur 3 6. 0-dan 3'ə. X-ə bir dəfə nə verməliyik? 3 qiymətini. 2 vurulsun 3 üstə gəl 1 kubu böl 6. Çıx. X-ə bir dəfə də 0 verirəm. 2 vurulsun 0. Üstə gəl 1'in kubu böl 6. Məxrəc 6'dır. Sürətdə 2 vur 3 6. 6 üstə gəl 1. 7. 7'nin kubu 343 çıx. Burada 2 üstə gəl 1, 0 üstə gəl 1 1'dir. Çıx 1. 342'ni bölürəm 6'ya. 57. A variantı. Demək, K'nı tapaq. Baxın bura. Burada x'i x'e vuranda x'in kvadratı edir, düzdürmü? Demək, bu ifadə x'in kvadratına bərabərdir. X üstə k kvadrat çıx 7, k üstə gəl 14 bərabər x'in kvadratına. Buradan k kvadrat çıx 7, k üstə gəl 14 bərabərdir 2'yə. 14'dən 2'ni çıxsaq edir 12. Viyetə görə k1 bərabər 3, k2 bərabər 4 alır. Və elə bil ki, biz bilirik ki, x çıx 5'i x üstə gəl 5'ə vuranda olur x kvadrat çıx 25. Demək bu ifadə, bax bu ifadə var, bu ikisi bir yerdə. Bu da 5'ə bərabərdir. Bax bu 5'ə. Axı 5'i 5'ə vuranda bu 25'i necə ona görə. Yəni k'nın kvadrat çıx 10k bərabər 5. 29'dan 5 çıxaq qalır. K kvadrat çıx 10k üstə gəl 24 bərabər 0. Burada k1 bərabər 2, k2 bərabər 12. Bir dəqiqə. Yox. Yorğunluqdandır. Deməli, biri 4, biri 6. 4 dəfə 6, 24. 4 üstə gəl 6, 10. Demək, k'nın qiyməti oldu burada 4. Cavab 4. Iyirmi dördə baxaq. Demək, burada kosinus x keçirdirik digər tərəfə, sol tərəfə. Sinus x, kosinus x bərabər 0. Bunun belə bir düsturu var. Kök altda 2 sinus x çıxılsın pi böl 4. Yəni sinus x çıxı kosinus x'in belə bir düsturu var. Bərabər buna. Bərabər 0. Pi böl 4. Buradan anılır ki sinus nə oldu buna? Sinus x çıx pi böl 4 bərabər 0'a. Xüsusi hala görə sinus nə vaxt 0'a bərabərdir? Pi k'da. X bərabər pi bölünsün 4 üstə gəl pi k. Burada bizə deyir ki, bunu 2 üstündən izah edəcəm. Demək, burada bizə pi böl 4 burada 45 dərəcədir. Üstə gəl 180 dərəcə vur k. Bizə deyir ki, mənfi 2 pi, müsbət 2 pi arasında. Yəni, mənfi 360 dərəcə ilə müsbət 360 dərəcə arasında neçə kökü var? K və X. K-ya məsələn qiymət verək
mənfi 3 versək 360'ı aşar. K'ya mənfi 2 veririm birinci. X bərabər 45 dərəcə üstə gəl 180 dərəcə vur mənfi 2. 360'dan çıxdıq 45. Mənfi 315. Baraya düşdü, bəli düşdü. K'ya mənfi 1 versəm 45 üstə 180 vur mənfi 1, yəni çıx 180 olur. O da olur 135 dərəcə mənfi ilə. 0 versəm 180 vurursun 0. 0 edir olur 45 dərəcə. 1 versəm K'ya 45 üstə gəl 180. 225 dərəcə. 2 versəm K'ya 2 versəm 180 vur 2. 360 üstə gəl 45. 405. Bu çox oldu. Demək 4 dənə kökü oldu. 4 dənə. Cavab 4. İndi bunu başqa necə yaza bilərik? Bu ifadə ki var. 45 dərəcə üstə gəl 180 dərəcə vur K. Mənfi 360 dərəcə ilə müsbət 360 dərəcə arasında. Hər tərəfi 45'e bölürəm. Bunu bölürəm 45'e 8 dənə. Bunu bölürəm 45'e 1 dənə. Bunu bölürəm 45'e 4 dənə. Bunu bölürəm 45'e 8 dənə. Davam edək. Burada qaldı 1 üstə gəl 4K. Kiçik bərabər 8. Böyük bərabər mənfi 8. Hər tərəfdən 1 çıxaq. Çıx 1. Çıx 1. Çıx 1. Mənfi 9 kiçik bərabər 4K. Kiçik bərabər 7. İndi hər tərəf bölürəm 4'ə. Bunu bölsəm 4'ə K. Burada nə olur? 7 böl 4. 1 tam 4'də 3. Burada 9'u bölürəm 4'ə. Mənfi 2 tam 4'də 1. Bu aradakı K'nın tam qiymətləri neçə dənədirsə, o qədər də kökü var bu ifadənin. Yəni bu arada tam qiymətlər mənfi 2, mənfi 1, 0 və 1. Demək 4 dənə. Cavabdır. Şimdi burada dikkat edin. Biz de bayaq həmin bu qiymətlərdən istifadə etmişdik. 4 qiymət verib 4 dənə almışdıq. Bu yolu məsələn bilməyiniz yaxşıdır ki, bax bu yol var. Bunu bilməyiniz yaxşıdır ki, bəzən deyə bilər köklərin cəmini tapın. O zaman kökləri tapıb sonra cəmini tapmalısınız. Demək, düzgün üçbucaqlı piramidanın hündürlüyü 4. Bütün tərəflərini çəkmirəm. Oturacağın tərəfi 8. Piramidanın oturacağındakı iki yüzlü bucağı. Baxın, bizdən buranı istəyir. Demək, hündürlüyü 4, oturacağın tərəfi 8. Baxaq, biz bunu tapsaq tapa bilərik. Bu hissə, hündürlüyü burada hara düşür? Həm daxilinə, həm də xaricdən çəkilən çevrənin düz mərkəzinə düşür. Düzgün üçbucaqda daxilə çəkimi çevrəyinə xarici çəkimi çevrənin mərkəzi indi. Burada radiusdur. Burada R nəyə bərabərdir? Demək, A bərabər 2 kökdə 3 R'dir. A tərəfi də yəni A 8'dir. R də bərabər A bölü 2 kökdə 3. A burada 8'dir. 8 bölünsün 2 kökdə 3. R bərabər 4 bölü kökdə 3. İndi tangents alfa ilə bunu tapa bilərik. Tangents alfa qarşı katetin, yəni bunun bitişik katetin nisbəti, R-ə nisbəti. Dörd bölünsün 4 bölü kökdə 3. Kökdə 3 çıxır surətə, olur 4 kökdə 3 bölü 4. 4'lər getdi, oldu kökdə 3. Tangents alfa nə vaxt? Kök hatta 3'dür. 60 dərəcədə. Cavab 60 dərəcə. Demək, P parametrin neçə tam qiymətində bu tənliyin 4 müxtəlif kökü var. Aydın məsələ ki, burada diskriminant sıfırdan böyük olmaz. Diskriminant sıfırdan kiçik olsa kök olmaz. Diskriminant sıfıra bərabər olsa normal halda kvadrat tənliyin
bir həqiqi kök olur. Yəni 2 bərabər kök olur. Burada isə 2 müxtəlif kök olar. Diskriminant sıfırdan böyük. Yəni k kvadrat çıx ac ilə işləyək buna. K-ya bərabərdir burada. B-nin yarısı da. Modulu burada əldə etmədim. Edərik. Modulda x-i t-lə əvəz eləsəm olur t kvadrat çıx 8t üstə gəl p çıx 4. Modulda x-i t-lə əvəz etdik, həll etdik. Demək, diskriminant bərabər k kvadrat çıx az, yəni mənfi 4-ün və bunun kvadratı eləyir 16 çıxılsın a 1-dir, c-də p çıx 4-dür. Buradan alınır 16 üstə gəl 4 20 çıx p böyük 0 mənfi p böyükdür mənfi 20 p kiçikdir 20. Bu taxta 20-dən kiçik sonsuz sayda ədəd var. Baxaq ki, burada nə edək? Baxın, diqqət edin burada. Burada p çıxsın 4. Sıfıra bərabər olsa tənliyin 3 kök olacaq. Sıfırdan kiçik olsa tənliyin bir kökü mənfi, bir kökü müsbət olacaq. Bir dənə misal çəkək ona. Misal axırda çəkərəm. Aydın məsələ ki, burada p çıx 4 sıfırdan böyük olacaq. Yəni sıfırdan kiçik ilə sıfıra bərabər də alınmadı. P çıx 4 böyük 0 olacaq. P böyük olacaq 4-dən. 4-dən böyük 20-dən kiçik. Elə ki, p ədədi 20 ilə 4-ün arasına düşdü. Maksimum tam qiyməti 19-dur. 19 dənədən 4 aid deyil axı. 4 dənəsini qırığa qoyacağıq. Olacaq neçə? 15 dənə. Cavab 15. İndi baxın, burada diqqət edin indi bir şey. Deyim ki, o misalları çəkim ki, əmin olasınız. X kvadrat çıx 8 modulda x üstə gəl p çıx 4 ki var. Deyək ki, məsələn, p çıx 4 mənfi ədəd oldu. Məsələn, 1 çıxsın 4 mənfi 3. Oldu t kvadrat çıx 8t çıx 3 bərabər 0. Burada t1 vurulsun t2 bərabər oldu mənfi 3-ə. Biri mənfi olmalıdır, digəri müsbət. Axı bizdə modulda x-i t ilə əvəz eləmişik. Modulda x mənfi ədəd ola bilməz. Olacaq boş çoxluq. Bir dənə modulda x burada müsbət ədədi, məsəl üçün müsbət 4 olacaqsa, x bərabərə müsbət mənfidir, 2 dənə kök oldu, 4 dənə kök olmadı. Bu getdi qırağa. İndi bir də bu 0 olsa, ancaq müsbətdə düzgə. Deyək ki, bu 0 oldu. Yəni p4 olsa 0 eləyirdi, o düz deyil mi? Onda da alınır x kvadrat çıx 8 vurulsun. Modulda x bərabər 0. T kvadrat çıx 8 t bərabər 0. T-ni ortaqlıq götürürük. T bərabər 0, t bərabər 8. Burada modulda x bərabər 0, x bərabər 0 edir. Modulda x bərabər 8, x bərabər müsbət mənfi 8. 3 dənə kök olur burada. P4 4 olsaydı demək 3 kökü olmalı. Əgər bizdən desəydik ki, bu tənliyin nə vaxt 4 müxtəlif kökü var. O zaman biz P-yə 4 verməliydik. Biz də başqa ədəd istədiyindən biz də başqa cür onu həll etdik. Kesə 27-yə. Demək, bettanın yerinə 180 dərəcə çıx alfa yaza bilərik. Olur alfa çıxılsın 180 dərəcə çıx alfa. Böyük 20 dərəcə. Ötərəzən hızında alfalar deməli alfa çıx 180 dərəcə üstə gəl alfa böyükdür 20 dərəcə. Buradan 2 alfa böyük olur 20 üstə gəl 180, yəni 200 dərəcə. Alfa böyük olur 200'ü böldüm. 2 elədi 100 dərəcə. Alfa 100-dən böyük olur. İndi alfa çıx betdə 20 dərəcədən böyükdür, düzdür? Mənfi betdə böyük olur 20 çıxılsın
100 dereceden. Mənfi beta böyük olur mənfi 80 dereceden. Beta kiçik olur 80 dereceden. Beta'nın burada en büyük kıymeti olur ne? 79 derece. Şimdi bize verip alfa çık beta 20 derece ve alfa üstə gəl beta 20'dir böyük 20. Alfa üstə gəl beta 180 derecede axı. Burada beta demek 79 derece olsa o zaman alfanın en küçük kıymeti, beta'nın en büyük kıymeti 79 olanda alfanın en küçük kıymeti olur 180 çık 79. Buradan 101 derece deməli alfa oldu 101 derece B variantı. Beta oldu 79 derece. Y variantı. Keçək ikinciyə. İki alfa üstə gəl 3 beta kiçik 400 derece. Video danışırmışam, sənləmə çəkmirmişəm, həll eləmişəm bunu. 2 alfa üstə gəl 2 beta oldu 360 derece. 400'den de 360'a çıxdım. Qaldı 40 derece. Beta kiçik 40 derece. 40 dereceden kiçik en böyük tam qiymət 39'dur. Beta'nın yerine 39 yazanda 180'den 39 çıxıram. Qalır alfanın en büyük, daha doğrusu beta'nın en büyük qiyməti 39 olanda alfanın en kiçik qiyməti 141 olur. Bu da yoxdur. Bir dənə A variantı. İkinciyə A variantı uyğun gəldi. Üçüncüyə baxaq. 2 alfa çıx beta beraber kiçikdir 30 derece. Biz burada beta beraber 180 derece çıx alfa yazaq. Olur 2 alfa çıx 180 derece. Mənfiyə görə olacaq üstə gəl alfa. Çıxmanın işarəsi dəyişəcəkdir. Olacaq üstə gəl alfa. Kiçik 30 derece. 2 alfa ilə 1 alfa 3 alfa 30 ile 180 toplanır. Olur 210 derece. Alfa kiçik olur 70 derece. 70 derecesi deməli alfanın en büyük qiyməti burada 69 derecedir. Alfa 69 olanda beta da olur. Beta'nın alfanın en büyük qiyməti oldusa o zaman beta'nın en kiçik qiyməti 180 çıx 69 111 derece. Bir dənə baxıram ki orada D. En kiçik tam qiyməti en kiçik belə T yazsaq daha dolğun olur. 111 derece beta'da D bəndi. Üçüncüyə də aid oldu D bəndi. Usta ve şagirdi müəyyən işi birlikdə 10 günə yerinə yetirirlər. Usta məhsuldarlığını 2 dəfə, şagirdi 3 dəfə artırsa bu işi 4 günə yerinə yetirir. Deməli, usta ve şagirdi usta X günə, şagirdi Y günə yerinə yetirir. Usta məhsuldarlığı 2 dəfə artırsa olur X bölü 2. Yəni işi 2 dəfə tez görəcək. Şagird isə 3 dəfə artırsa olur Y bölü 3. Gəlin bunu belə edək. Ustanı 2x, usta 2x günə yerinə yetirər deyə şagird də 3y günə yerinə yetirərdi, düzdürmü? Usta işin 2 dəfə artırsa, işi 2 dəfə tez görəcək olacaq x günə. Şagird də y günə görəcək. 3 dəfə məhsuldarlığını artırarsa. Belə daha rahat olur məncə. Deməli, əvvəlcə bir işi ikisi bir yerdə 10 günə yerinə yetirdi. Əvvəlcə deməli, ustanın bir günə gördüyü iş 2x-də 1-dir, şagirdin bir günə gördüyü iş 3y-də 1-dir. Hər ikisi bir günə işin 10'da 1'ini görəcək. İndi isə 1 bölü x və 1 bölü y. İndi isə 4 günə yerinə yetirirlər. Yəni bir günə işin 4'də 1'ini yerinə yetirirlər. Bunu
həll edək. 1 bölü x-i düzdür. T ilə əvəz etməklə də bunu həll edə bilərik. Amma yuxarını 2-yə vurarsak formada edə bilərik. Gəl kəsirdən azad eləyək bunu. Belə çalışmaları ümumi haldan həll edək. Deməli 1 bölü x-i t ilə əvəz eləyək. 1 bölünsün y-i z ilə. Belə daha yaxşı olar. Sonra yuxarıda nə olacaq? Bu. Bu olacaq t bölünsün 2. Üstə gəl bu birisi. Z bölünsün 3. Bərabər 10'da 1. Burada da t üstə gəl z bərabər 4'də 1. Yuxarını 6'ya vururam. Aşağını da mənfi 2'yə vururam. Kəsirdən qutaraq. Bu ifadəni 6'ya vursam olur 3t. Bu ifadəni 6'ya vursam olur 2z. Bu ifadəni 6'ya vursam olur 10'da 6. Yəni 0 10'da 6. İndi t'ni vururam mənfi 2'yə mənfi 2t. Z'ni vururam mənfi 2'yə 2z. 4'də 1'i mənfi 2'yə vuranda mənfi 2'də 1 yəni mənfi 0 10'da 5 edir. 2 z'lər getdi qaldı t bərabər 0 10'da 6'dan 0 10'da 5 çıxıram 0 tam 10'da 1. T bizdən onsuz da ustanı soruşur da. Biz 1 bölünsün x-i t ilə əvəz elədik. 1 bölü x bərabər ol t yəni 10'da 1. Buradan x bərabər 10. Usta təklikdə işi demək yox x 10. Biz ustanı axı 2x götürmüşdük. 2 vur 10 alacaq. Təklikdə işi 20 günə yerinə yetirər. Əssalam. Ştrixlənmiş hissənin sahəsini tapaq. Ştrixlənmiş hissə segmentdir. Segmentin sahəsi S segment. S sektor çıxılsın S 3 bucaq olur. İndi burada 3 bucağı çəkək. Həmin 3 bucaq BOC, SBOC. Sektordan 3 bucağın sahəsini çıxaq. 3 bucağın sahə o zaman bizə burada nə lazımdır? Radius lazımdır. Bura 30 dərəcədirsə bu bucaq. Sökəndiyi göğüs olacaq 60 dərəcə. Çünki sökəndiyi göğüsün yarısı. Alfa oldu 60 dərəcə. Alfa 60 dərəcədirsə bu iki dənə isə bunlar radiusdur. OB bərabər OC bərabər radiusdur. Radius olduğuna görə də BOC üst bucağı bərabər yanıdır. Bu bucaqlar da bərabər olacaq. Burada oldu 60 60. Yəni bir sözlə bərabər tərəfli üst bucaq. BC 4-dürsə, demək bunlar da bərabər BC-yə. Radius bərabər oldu 4. İndi və yəni böyük yer və ya kiçik yer yazaq keçsin. Radius oldu 4. Bunu tapdıq. İndi S sektordan BOC-nin sektorun sahəsi necə olur? S birbaşa S segment bərabər S sektor pi L kvadratı böl 360 dərəcə vur alfa. 3 bucaq da bərabər tərəfi 3 bucaq olduğundan A kvadrat kökdə 3 böl 4. İndi burada A kvadrat getmir. Radiusun A'nın yerinə radius yanıb da. L kvadrat yazacaq. Alfa 60 dərəcədir. Radius 4'dür. 4'ün kvadrat 16. Alfa 60 dərəcə böl 360 dərəcə çıx. Yenə 4'ün kvadrat kökdə 3 böl 4. Bu getdi ixtisar. 360'dan 60 gedir qalır 6. Pi ədəd verib. Yox verməyib. P'nin yerinə 3 versə
istifadə edə bilərdik. 16-nı da bölürəm 6-ya 8, bu da 3. Demək nə qaldı? 8 pi bölünsün 3 çıx. 4 kök atdı 3. Əssalam. İndi sahə olduğuna görə kvadrat santimetr. Bucaqlardan biri 15 dərəcə olan düzbucaqlı üçbucağın hipotenuza çəkilən hündürlüyün hipotenuzdan 4 dəfə kiçik olduğunu isbat edin. Gəlin birinci belə yazaq da. Hündürlük bərabər hipotenuzdan 4 dəfə kiçik. Demək belə, baxın. Bucağın biri 15 isə digəri 75 olacaq. 90-dan çıxıram 15-i edir 75 dərəcə. Bura oldu 75 dərəcə. Bir median çəkək buradan. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. C bərabər 2m'dir. Bunu bilirik. Sonra və o deməkdir ki, məsələn, bu hissə bir-birinə bərabərdir. Bu hissə ilə bu hissə bərabər olduğundan gördüyümüz üçbucaq bərabər yanında. Bax, burada olacaq 15 dərəcə. 15, 15. Bu belə. 90-dan da 75 çıxanda həm də o da 15 dərəcə edir, düzdürmü? Yəni bu düzbucaqlı üçbucaqda burada oldu 15 dərəcə. Bəs bu 15 tapmağa ehtiyac yox idi. Buradakı bucaq düz 60 enir, ona ehtiyac yox idi. Ya belə gedik burada. Üç bucaqda həmin bu alfa var, xarici bucaq. Bu üç bucaqda xarici bucaq. Həmin alfa ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 15 dərəcə üstəgəl 15 dərəcə. 30 dərəcə. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katen xəssəsinə görə mən bunu sözünə deyirəm, siz onu yazacaqsınız, isbatda yazılar var. Deməli, bu alfanın qarşısındakı h bu hipotenuzun yarısına bərabər, m'in yarısına bərabərdir. H bərabər m bölünsün 2. C də bərabər 2m'dir, düzdürmü? Yəni m bərabər c bölü 2. C bölü 2-ni yazıram m'in yerinə. Olur c bölü 2. Vur 2-də bu biri 2'dir. Oldu c bölünsün 4. Vəssalam, isbat olundu.